Əgər mən həyatı dəyərləndirə bilmirəmsə, hansı halla ibadət eləyəcəm Allaha? Əgər mən həyatdan sevinmirəmsə, var olmaqdan şad deyiləmsə, Allah deyir, ibadət eləyin Allaha, sizi yaradıb deyə. Həyatın əlindən narahat olan adama deyir ki, desən bu ayəni deyəcək, nə böyük iş görüm, nə uzun, yaradıb, düşmüşəm zülümə. Hələ bir ona ibadət də eləyəcəm. Belə adamlar var, belə filosoflar var qərbdə ki, fəlsəfəsi bunun üzərində qurulub. Amma Allah minnət kimi deyir, səni yaratmışam, u'budu rabbekumullezî xalaqakum, sizi yaradan Rəbbinizə ibadət edin. Bir insan var olmağı düşünüb sevinmirsə naqis adamdır, nöqsanlı adamdır. İbadətinin də keyfiyyəti yoxdur. İbadət onun üçün yükdən başqa bir şey deyil. Heç o bilmir niyə ibadət eləyir. Bilmir nəyi borcludur Allaha. Deyir, vacibdir də namaz 17 rükət gündə qılmalıyam. Bunun başa düşdüyü namazdan, ibadətdən budur.